Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. İyul ayında bəzi bürcləri hansı yeniliklər gözləyir? Astroloqların proqnozu iyul ayı ilə bağlı astroloji proqnozlar bəzi bürclər üçün maraqlı ehtimallardan xəbər verir. Astroloqların fikrincə bu ay xüsusilə əkizlər, əqrəb və balıqlar bürcləri üçün maliyyə, şəxsi inkişaf, sevgi və yeni imkanlar baxımından diqqət çəkən bir dövr ola bilər. Qeyd edək ki, astroloji proqnozlar elmi əsaslara söykənmir və yalnız əyləncə və ümumi məlumat xarakteri daşıyır. İlk olaraq əkizlər bürcündən danışaq. Astroloqların proqnozuna əsasən əkizlər bürcü nümayəndələri üçün iyul ayında maliyyə sahəsində müsbət dəyişikliklər ehtimal olunur. Yeni gəlir mənbələrinin yaranması, əlavə iş təkliflərinin alınması və hətta maaş artımı kimi imkanların meydana çıxacağı bildirilir. Bununla belə mütəxəssislər maliyyə imkanlarının artmasının xərclərin də artmasına səbəb ola biləcəyini qeyd edirlər. Buna görə də büdcəni düzgün planlaşdırmaq, lazımsız alış-verişdən çəkinmək və gələcək üçün müəyyən məbləğdə vəsait toplamaq tövsiyə edilir. Düzgün maliyyə idarəçiliyi bu dövrdə əldə olunan qazancın daha səmərəli istifadə olunmasına kömək edə bilər. İyul ayında diqqət çəkən digər bürc isə əqrəbdir. Astroloqlar hesab edirlər ki, bu dövrdə əqrəb bürcü nümayəndələrinin xariclə bağlı planları ön plana çıxa bilər. Xarici ölkələrə səyahət etmək istəyənlər üçün yeni imkanların yaranacağı, təhsil almaq və ya beynəlxalq layihələrdə iştirak etmək istəyən şəxslərin qarşısına maraqlı fürsətlərin çıxa biləcəyi bildirilir. Hüquqi məsələlərin həlli, sənədləşmə işləri və beynəlxalq əməkdaşlıqlarla bağlı müsbət xəbərlərin alınması ehtimalı da qeyd olunur. Əgər uzun müddətdir planlaşdırılan bir layihə və ya səfər varsa, astroloqlar iyul ayının bu istiqamətdə daha əlverişli ola biləcəyini düşünürlər. Balıqlar bürcü üçün isə iyul ayı əsasən sevgi və yaradıcılıq mövzuları ilə yadda qala bilər. Proqnozlara görə yeni münasibətlərin başlanması, mövcud əlaqələrin daha da möhkəmlənməsi və ailə daxilində sevindirici hadisələrin baş verməsi mümkündür. Yaradıcılıqla məşğul olan insanlar üçün isə ilham verici ideyaların ortaya çıxacağı, yeni layihələrin uğur qazanmaq şansının artacağı bildirilir. Musiqi, rəssamlıq, yazıçılıq və digər yaradıcı sahələrdə çalışan şəxslər bu dövrdə öz bacarıqlarını daha rahat nümayiş etdirə bilərlər. Astroloqlar ümumilikdə iyul ayının bəzi bürclər üçün yeni başlanğıclar, mühüm qərarlar və şəxsi inkişaf baxımından maraqlı keçəcəyini bildirirlər. Bununla yanaşı, onlar hər bir insanın həyatında əsas rolun öz qərarları, əməyi və məqsəd yönlü fəaliyyəti ilə müəyyənləşdiyini də vurğulayırlar. Astroloji proqnozlar gələcəyi dəqiq göstərmir və yalnız ehtimal xarakteri daşıyır. Siz də əkizlər, əqrəb və ya balıqlar bürcündəsinizsə, bu proqnozlara maraqla yanaşa bilərsiniz. Ancaq unutmayın ki, uğurun əsas açarı düzgün qərarlar vermək, məqsədləriniz üçün çalışmaq və yaranan imkanlardan vaxtında istifadə etməkdir.